2, 1, motor. Bircə dəqiqə. Diqqət, diqqət! Danışır Xalq jurnalistikası. Salam, axşamınız xeyir olsun. Studiyada Elvin Basqallı, efirdə Space'in son xəbəridir. Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında 4-cü Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx yayımlanıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev 4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra sosial media şəbəkəsinin məsul şəxsləri ilə görüşüb. Görüşlər zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə uşaqların onlayn mühitdə daha effektiv qorunmasına yönəlmiş Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi, həmçinin bu sahədə beynəlxalq ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi apardıq deyə paylaşımda qeyd olunub. Ukrayna bu gecə Rusiya Federasiyasının paytaxtı Moskvaya dron hücum edib. 3 nəfər həlak olub, 5 nəfər də yaralanıb. Yəməndə Səna Beynəlxalq Hava Limanına hücumun məqsədi İrandan gələn təyyarənin enişinə maneə törətmək olub. Yəmən ordusu İran təyyarəsinin enişini dayandırmaq üçün Səna Hava Limanının uçuş enmə zolağını hədəf aldığını bildirib. İran mediası isə A340 tipli təyyarənin hücumlara baxmayaraq eniş etmək üçün hündürlüyü tədricən azaltmaqda olduğuna dair məlumat yayıb. Fars agentliyi isə təyyarənin hava limanına eniş etdiyini yazır. İsrail Qəzzaya elan edilmiş zərbələri endirib. Son xəbər davam edir. Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəfat edib. Hərbçimiz Ramiq Elxanoğlu Kərimov xidmətdən kənar vaxtda yüksək təzyiq nəticəsində beyninə qan sızması səbəbindən həyatını itirib. Allah rəhmət eləsin. Quba rayon polis şöbəsində əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəllər məhkum olunmuş Əli Ağabəyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı Makarov markalı tapança aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əli Ağabəyev barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Xaçmaz rayonunun Əsənqala kənd sakini bu il orta məktəb bitirən Polad Rasimoğlu Poladov ötən gündən itkin düşüb. Bizim mediaya gəncin yaxınlarının verdiyi məlumata görə Polad iyulun 12-sində Xaçmaz şəhərində 1-ci qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib. Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb. Yaxınlarının sözlərinə görə ailəsinin ondan yüksək nəticə gözləməsi səbəbindən bu hadisə Poladda ciddi psixoloji gərginlik yaradıb. Bundan sonra onun naməlum istiqamətdə uzaqlaşdığı bildirilir. Polad Poladov bugün Xaçmaz rayon polis şöbəsində rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Səbaha rayonu Dənizkənarı küçəsi Dövlət Bayrağı meydanı istiqamətində baş verən
İndi sizə nümayiş etdirdiyimiz bax bu qəza bir daha göstərdi ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da üzərinə ciddi məsuliyyət qoyur. 3 piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq yolun hərəkət hissəsindən istifadə edir və motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılır. Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb. Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər. Kiberdərəduzlar, saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar. Polis vətəndaşlara müraciət edir və bildirir ki, vətəndaşlara bir daha xatırladırıq ki, bank kartının məlumatları, o cümlədən CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhəli olan internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, şübhəli zəng, mesaj və təkliflərdən çəkinin. Daxili İşlər Nazirliyi vətəndaşları internet resurslarından istifadə zamanı diqqətli və ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çağırır. Bu cür hallarla qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər. Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 60-cı kilometrliyində yanacaq daşıyan avtomobildə yanğın olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən MAN markalı yanacaq daşıyan avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol qəzası olub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin yanacaq çəni hissəsində baş vermiş yanğın kabinəyə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin qoşqusunda olan yanacaq çəni və ətrafa dağılmış yanacaq 500 kvadrat metr sahədə yanıb. Şükürlər olsun ki, xəsarət alan olmayıb. Bəli, yanacaq daşıyan avtomobil də, yanacaq doldurma məntəqəsi də xüsusi riskli, yəni müəyyən qədər təhlükəli obyektlər, subyektlər sayılırlar. Və təsəvvür edirsinizmi, Sumqayıtda yaşma bağları ərazisində yanacaq doldurma məntəqəsinin cəmi 5 metrliyində obyekt tikildiyi haqqında son xəbərdə biz sizə xəbər vermişdik. Dərhal Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti də məsələyə münasibət bildirərək yanacaq doldurma məntəqəsinin bir neçə metrliyində ucaldılan tikilinin qanunsuz olduğunu və tikintinin dayandırıldığı haqda açıqlama vermişdi. 3 gün öncə isə məhkəmə də tikintinin dayandırılması haqqında qərar qəbul edib. Lakin sözgedən ərazidə tikinti davam edir. Halbuki qanunvericiliyi özü də yanacaq doldurma məntəqələri ilə digər tikililər arasında bəlli məsafənin olmasını şərt kimi qoyur. Yanacaq doldurma məntəqəsində hansısa, Allah göstərməsin, bədbəxt hadisə zamanı yaxınlıqda tikintinin olması faciənin miqyasını artıra bilər. Amma təəssüf ki, bir daha qeyd edirəm, Sumqayıtda yaşma bağları ərazisində yanacaq doldurma məntəqəsinin çəninin cəmi 5 addımlığında tikinti işləri gedir. Bu yanacaq doldurma məntəqəsidir. Düz yuxarıda 2 metrlikdə burada yanacaq çənləri var. Buradan bu 5-6 metrliyində, maksimum 5-6 metrliyində gördüyünüz obyekt tikilir. Bu da artıq hasarlanır. Hansı ki, bunu Dövlət Şəhərsalma Komitəsi, Fövqəladə Hal Nazirliyi buna gəlib burada lentalamışdı bunları. Bunların tikintisi imkan verməmişdi, dayandırılmışdı. Amma bunlar bütün bunlara baxmayaraq, ayın onun məhkəmə qərarına baxmayaraq bunlar gətirib pozuldu və yenə də öz işlərini davam edirlər. Hər axşam saat 10-dan sonra bu qəzetdə bunlar Kamazdan, yaxın dəniz qırağından qumlar daşınır bura, qanunsuz torpaq daşınır bura. Bura tam olaraq artıq 2-3 gün ərzində bura beton banat veriləcək. Xahiş edirəm dövlət qurumlarından, Təbii Ekoloji Sərvətlər Nazirliyindən, Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyindən bunların qarşısı alınsın. Siz də qaynar xəttimizə 055 8 104 104-ə sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı çəkiliş edib göndərə bilərsiniz. Həftənin 24 saatı bizim qaynar xəttimiz açıqdır, zəng etməyin. Çəkiliş edib video göndərin və biz sizin problemləri və sizin narahat edən, maraqlandıran məsələləri son xəbərdə işıqlandıraq. Paytaxtda yolda hərəkətdə olan sürücü son anda qəzadan qurtulub. Hadisə Ulduz metro stansiyası yaxınlığında baş verib. Görüntülərdə sərnişin avtobusunun sürücüsünün qəfil zolağını dəyişərək sola meyl etməsi
qeyd olunur. Minik avtomobili sürücüsü qəzadan yayınmaq üçün qarşı yola keçməyə məcbur olub. Qarşı yola hərəkət edən maşınların sürücülərinin ani reaksiyası son anda böyük qəzanın baş verməsinin qarşısını alıb. Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib. Binəqədi rayon polis idarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Onlar gecə saatlarında rayonun 28 may qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3000 manatdan artıq vəsaiti talıyıblar. Saxlanılan şəxslərin törətdikləri oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Çörəkçi firmasına məxsus çörəyin içərisindən mənşəyi bəlli olmayan cisimlər çıxıb. Bu barədə Azərbaycanda yaşayan türk bloger sosial media hesabında paylaşım edib. O çörəyin dilimlərini göstərərək içərisində naməlum cisimlərin olduğunu iddia edib və istehlakçılara, xüsusilə də valideynlərə, çörəyi uşaqlara verməzdən əvvəl diqqətlə yoxlamağı tövsiyə edib. Xəzər rayonu Buzovna qəsəbəsində Xrustalin adlanan yol gecələr işıqlandırılmır. Sakinlərin sözlərinə görə yolda işıq dirəkləri olsa da küçə işıqları nə yayda, nə də qışda yandırılır. Hörmətli tamaşaçılar, 055 804 104 bu bizim qaynar xəttimizdə, WhatsApp nömrəmizdə işıqlandırmasını istədiyiniz mövzularla bağlı çəkiliş edin və bizə göndərin. Məhz son xəbərdə siz öz çəkdiyiniz görüntüləri, xəbəri izləmiş olacaqsınız. Amerika Birləşmiş Ştatlarının Yellowstone Milli Parkında bizonun yaşlı turistə hücum etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə gündəm olub. Hadisə kamp ərazisində baş verib. Yaşlı kişi nəvəsi ilə birlikdə gəzərkən nəhəng bizonla qarşılaşıb. Videodan görünür ki, heyvandan təxminən 90 metr məsafədə dayanan baba və nəvə onun şəklini çəkməyə çalışırlar. Bu zaman yaxınlıqdan bir avtomobil keçir və elə həmin an bizon qəfil yerindən sıçrayaraq parkın ziyarətçisinə tərəf qaçır. Kişi heyvandan qaçıb canını qurtarmağa çalışsa da buna nail ola bilməyib. Bizon güclü zərbə ilə onu vuraraq təxminən 2,5 metr hündürlüyə tullayıb. Ətrafdakı digər ziyarətçilər dərhal müdaxilə edərək bizonu qovmağı bacarıblar. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq xəstəxanaya çatdırılıb. Və sonda Azərbaycanda iyulun 14-dən, yəni sabahdan həftənin sonunadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. İyulun 14-dən həftənin sonunadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Yağıntılarla əlaqədar bəzi dağ çaylarında sulluğun artacağı da proqnozlaşdırılır. Hörmətli tamaşaçılar, xəbər ziyafətimiz bugünlük yekunlaşdı. Sabah yenidən görüşərik. Vədimizə sadiq olaq.